Allah sənə şəfa versin, yoxsa Allah sənə şifa versin? Bunların hansı doğrudur? Artıq cəmiyyət arasında belə bir fikir formalaşıb ki, Allah sənə şəfa versin. Demək, Allah sənə ölüm versin deməkdir. Bu tamamilə yanlışdır. Ümumi olaraq bunu bilmək üçün biz hara qayıdırıq? Feilin özünə qayıdırıq. Gördüyünüz kimi burada feil şəfə olaraq qeyd edilib. Yəni feil özü fəthə ilə tələffüz edilir. Şəfə. Və biz kişi cinsinə Allah sənə şəfa versin dedikdə şəfəkallahu. Gördüyünüz kimi burada yenə fəthə ilə tələffüz edirik. Qadın cinsinə də eyni ilə şəfəkillahu. Allah sənə şəfa versin. Və doğru olan da budur. Yəni burada ölüm qəsd edilmir. Başqa bir sual da odur ki, şəfəkallahu, Allah sənə şəfa verdi. Burada ümumi olaraq şəfəkə bu keçmiş zamanda bildirilir. Nə üçün biz burada isə şəfa versin deyirik? Ümumi olaraq ərəb dilində keçmiş zaman feilini istifadə edərək indiki zamanda dua etməkdə də heç bir problem yoxdur. Doğru olan Allah sənə şəfa versin. Rahatlıqla bunu bu cür işlədə bilərsiniz.